yaxşılıqları borc verməyək, yaxşılıqları ehsan eləyək. Yaxşılıq eləyək və üzümüzü çevirək gedək. Adətən də belə olur. Bir dənə sizə deyim, kimə çox məhəbbət göstərsən, az qarşılıq görəcəksən. Kimlərsə ya bəlkə onun həyatında təcrübə edib. Bu dünyanın qaydası, nizamı deyim, sünnəsi deyim, belədir. Nə qədər yaxşılıq eləsən, nə qədər mehriban olsan, nə qədər çox can yandırsan, o adamlardan da az qarşılıq görəcəksən. Budur dünyanın nizamı belədir. Kimə çox can yandırırsan, belə canının yağını versən ona. Bax, onlardan çox az qarşılıq görürsən. Görəcəksən də bu belə olacaq. Bu hədisdir, bu ilahi sünnədir. Allahın nizamı belədir. Bu şeyləri görüb məyus olmayın. Deməyin, mən ömrümü verdim ona, bir qarşılıq qaytarmadı.